vermirlər yalandır. Qurban olub yalandan qəsnamə qəbul eləmir. Gündə də maddi nota verir ki, yığıl getmir. Hara gedim mən deyil. Kanal 21'e müraciət edən Xocavənd rayonundan olan məcburi köçkün Əbülfət Hüseynov 1992-ci ildən Ağcabədi rayonunun Güllüktepe adlanan ərazisində məskunlaşdığını və uzun illərdir ki, həmin ərazidə təsərrüfat fəaliyyəti ilə məşğul olduğunu bildirir. Onun sözlərinə görə Ağcabədi rayon icra hakimiyyəti ilə qış otlaq sahəsi üçün rəsmi müqavilə bağlayıb və müqavilənin müddətinin bitməsinə hələ vaxt var. Lakin buna baxmayaraq icra hakimiyyətinin bir neçə əməkdaşının ondan torpaq sahəsini boşaltmasını tələb etdiyini iddia edir. Əbülfət Hüseynov bildirir ki, müqaviləsinin qüvvədə olmasına baxmayaraq torpaqdan çıxarılmamağı üçün həmin şəxsləri məhkəməyə verib. Hazırda məhkəmə prosesi davam edir. Onun sözlərinə görə məhkəmə araşdırması davam etdiyi halda belə ona müxtəlif formalarda təzyiqlər göstərilir. Şikayətçi iddia edir ki, ərazini tərk etmədiyi halda elektrik enerjisinin kəsiləcəyi ilə ədələnib. O qeyd edir ki, işıq kəsilərsə heyvanların su təminatı dayanacaq və təsərrüfatına ciddi ziyan dəyəcək. Vətəndaşın sözlərinə görə heyvanlar bir gün belə susuz qala bilməz və bu onların tələf olması ilə nəticələnə bilər. Məcburi köçkün kanalımız vasitəsilə ölkə başçısına müraciət edərək məsələnin ədalətli araşdırılmasını və ona köməklik göstərilməsini xahiş edir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Hüseynov Əbülfət Sabahatoğlu. Mən 92-dən mən buradayam. Gəldim erməni qovladı, gəldim bura pənah gətirdim. Məcburi köçkün olmusunuz. Ondan bərdəki bir müqavilə bağladıq. 92-dən bəri müqavilə bağladım. Müqavilənin vaxtı bir dəfə qutardı, bitdi. Ondan aynı bir də təkrar bir dəfə də müqavilə bağladım. O da bitdi. Bu dəfə də müqavilə bağlayanda mənlə bağlamadılar. Mən telegrama vurdum rayona. Müqavilənin uzadılması artırır. Rayon da mənə dedi ki, o yer gedir Agroparka. Sonra mən getdim kənd təsərrüfatına. Oradan nümayəndə gəldi ki, mən dedim ki, mənə yer verin. Bura gedir Agroparka. Onlar da mənə dedi ki, bura Agroparka getmir. O da o fermadır. Bu fermadır. Anki ferma, 4 tane ferma dedi. Getmir. Yəni sizinki düşmür. Agroparka getmir. Qal yerində kənd təsərrüfatı mənə dedi. Dedim ben müqaviləmi artırmırlar. Dedi rəsmi məktub göndər. Rəsmi məktub da göndərdim. Bunlar yenə mən rayon mənə dedi ki, o yer gedir Agroparka. Agroparkında o oldu, mən də axırı bunu götürdü, verdi bir imkanlı adama. İqbala bu yeri may ayından veribdi imkanlı adama. May ayında da mən də imtina elədim. Bunları verdim məhkəməyə. Onlar da məhkəmə gedir indi. Fakt bu dəqiqə məhkəmə gedir. Qətnamə indi axırda qəbul eləməlidir. Ya mənim xeyrimə, ya onun xeyrinə. Onda da dövlətin qanununa mən tabi adamam. Aydın. Ne eləyə bilərəm? Mən bu şəkildə o bulağı 57.000 manata xətti bura gətirmə, nağdı pulumla gətirdim. Öz vəsaitini seçəm. Bəli, 57.000-ə təxva əmələ gəlib. Bu tikillər də gör nə qədər 150.000-ə bu tikillər əmələ gəlibdi. Mənim oğlumun orada yeri var 9 hektar. Onu da əlindən al. Dekabrda tarıqdı 50 dənə məktub göndərir rayona. Məhəl qoymurlar. Aydın. Muxtar müəllim. Bu mövzuya gəlmək istəyirəm dəyərli izləyicilərimiz. Onu qeyd edək ki, biz bir neçə ay əvvəl bax bu ailədə, bu fermada çəkilişdə olduq və eyni zamanda qarşı tərəfin mövqeyini dinlədik. İcra hakimiyyətində Muxtar müəllim qeyd etdi ki, yəni Əbülfət familiyanız nə oldu? Hüseynov. Hüseynov Əbülfət həmin yataqda, yəni bu söz buradan gedir. Burada qanunsuz tikililər tikib, öz başına tikililər tikib və eyni zamanda bildirdi ki, bu adamın müqaviləsi bitib. Yəni bununla bağlı nə demək istəyirsiniz? Siz burada hansı qanun pozuntuları etmisiniz? Nələr tikmisiniz qanunsuz? Mən bura bilirsiniz, 40 ilə yaxındır. Qanundan kənara çıxmaq olmaz. Mən 40 ilə yaxındır bura gəldiyim. Bu tikili tikəndə Muxtar müəllim hardaydı? Hakimiyyətdə dəldi. Niyə qoyurdu be? Mən o vaxtı pənah getdim bura. O vaxtı bir dənə kümə tapı altına girəlmirdik. 16 nəfər ailədə. Orada geldim, tikildim, müqavilə də bağladım, dövlətinə vergini də verdim, bütün nəyi var riayət elədim. Əkin əkmədim. Amma Muxtar müəllim, sən traktor götür gəlim, yerə əkdirdim, mən günü 2 aydır ot verirəm qoyunamala. Bak sen hakimiyyətdəydin, niyə qoydun mən o tikili tikin? Demək istəyirsiniz ki, niyə qoydun? Qanunsuz tikili, siz demək istəyirsiniz ki, qanunsuz tikili tikdirdinsə? Mən niyə qoydum mən? Mən niyə qoydum o vaxtı tikən? Mənim böhrümdə bütün
Yataklar kubikten tikip, Bakı kubiki, Karadağ kubikinden tikipti. Onları niye mukavlelerini artırdın? Torpaqların verdin adlarına. Ben tek ortadayım. Bak o tarafımda firmadır. O tarafımda firmadır. Ben ortadayım. Ortadaki yeri götürüp verdin. İkbal'a. Neye göre verdin? Ben onun koyunu yok, malı yok. Benim koyunum, malım bak kapıda kırılır. Bu hasıqanla uyğundur. Rəhmətli Heydar baba da qərargah gəlmələrə Allah rəhmət eləsin. Gəlmələrə dəymə. Harda oturub, bu qavlənin bağlı qoyunu oturur orada. Bu oturmaq ara sahibkarları bana deyir ki, arıq qoyunu, 50 manata getməyən qoyunu apar satırə dolun yedim burada. İndi bir söz deyim. Bax, hazırda bugünkü gündə nələr baş verir? Yəni, mənim aldığım məlumata görə siz bayaqlarım qeyd etdiniz ki, bizim elektrik naqillərimizi kəsirlər. Bununla bağlı nə demək istəyirsiniz? 10 gündür ki, mankör deyir, gəlin kəsməyə, Rafiq deyir, rayondan deyirlər ki, xətti aralı. Mən bu dil bilməyən qoyunu, bunu hayır mən suarım. 4 tərəfimdə fermadır. Yerlərinə qoyurlar ki, aparam 10 kilometrdə qoyunu suarım gətirəm. Bax, bu qoyunun günahı nədir? Siz burada ilk dəfə köçəndə, müqavilə bağlayanda kimin adını olub? Mənim adım olubdu indiyə ki. Həmən müqavilələr dururmu? Bəl, Göstərə bilərsiniz. O müqavilə evdədir, burada deyil, evdədir, burada. Baxarıq, indi baxarıq göstərək. Məhkəmədədir həm də mənim müqavilələrim, hamısı məhkəmədədir. Bütün dokumentləri məhkəmədə. Məhkəmə gedir hələ. Bu qətnamə qəbul eləmir. Gündə də maddi nota verir ki, yığıl get burada. Hara gedim mən deyil. Aydındır. Son da sözünüz? Mənim deməyim o ki, oğlumun müqaviləsi dekabr ayında tutarıb. Qoyunu bağlı qalıbdı. Onu da götürüp ayrı bir mülkü olan adama veripti. Koyun malı olmayan adama. 20 hektar yeri var idi. Bunu da götürüp verip ona. Bu hasıqanla uyğundur. Aydındır. Kimə müraciət etmək istəyirsiniz? Mən elədim, telegramada vurdum. Dedi ki, bir həftə telefon nömrəsi verdi ki, məndən əlaqə saxla, mən telefonla xəbər edərəm nə yerdədir. Ondan ayına o bir qəbirlara gedirəm. Nəticə olaraq nə oldu? Telegrama vurdu. Hələ bir xəbər eləməyiblər mənə. Kimdən kömək istəyirsiniz? Mən İlham Əliyevdən. Ondan kömək istəyirəm. Mehriban xanımdan kömək istəyirəm. O baxa ki, buna mən dediyim dinləyə, ona qiymət verəm. Görək ki, ət 26 manat, 24 manata qalxır. Mən kimə neyirəm o heyvanəti. Onu rayona verirəm. Bakıdan gəl alırlar, onlara verirəm. Nə qədər olmuyor qidadır, millət qidalanır. O evlər bu daşdan tikililər görürəm mən hal-hazırda. Torpaq oyuldu. Torpaq oyuldu, onunla tikdim. Torpaq görsənir. Torpaq oyuldu oradan. Siz oranın birinci kərpişlə tikmişsiniz. Bəl, Bünöyrədə qarğı ilə, onunla o da qabağı qarğıdır. Orada yaşayırsınız siz? Mən orada olam, bax bu dəqiqə. Bünöyrəsi var onun? Bünöyrə yoxdur elə. Bünöyrə yoxdur. Yəni az da olsa. Bax bu da oğlumunkudur. Müqavilə qutarıb, məktub göndərir rayona. Telegrama vururuq, baxmırlar. Bax siz burada tikili tikəndə, yəni burada görürəm də daşdan tikililər var. Bunu tikəndə, yəni gəldilər icra hakimiyyəti qeyd etdilərmi? Yəni bu tikili olmaz. Yox, deyən də olmayıbdı. Deyən də yox idi. O vaxtı 92-də elə bilək ki, hamı yer axtarırdı, kütləvi idi gələn. Mən də gəldim burada qarğıdan tikdim, oldum burada. Müqavilə bağladık 21 hektara. Onunla oğluma bağlı. Gör nə qədər müqavilə bağladım. Hardasa 22-24 il müqaviləm olub mənim. 24 il. İndi nə oldu? Ona bağlıyıq. Bax o deyir orada, Baxtiyara bağlıyıq. Oradan Fada bağlıyıq. Oradan İlqara bağlıyıq müqaviləni. Mən də bax ortadayım. Mən də yerimi, evimi götürüb verim ayrı adama. Aydındır. Bir dəfə erməni mən bu qəsd edib. Mülkümü əlimdən alıb. İndi bunlar alır. Allah öz kömək olsun. Eşidək, hər vaxt sizə olsun. Abətin xeyir. Özünüz təqdim edin. Musayev Təzəgül, Məlil qızı. Neçə ildir vallahi nə deyim burada oluruq. 5 baş ailə yaşayırıq. İndi də neçə ayda zara düşmüşük. Gəncliyimizi kəsirlər, suyumuzu kəsirlər, gündə tökülür. Deyirlər çıx. Hazırda sizin elektrik naqillərin kəsilməsi üçün biz buradayıq, ona görə müraciət edirsiniz. Ona görə. Sizə sual verirəm, qısa və konkret cavab verin. Siz işlətdiyiniz elektrikin
enerjisin. Bunu verirsin. Yoxla get bütün her tarafta da torpaq hakkını alaq hakkımızı da vermişik, işıq pulumuzu da vermişik, hamısın. Onu nağdı pul karşısına. Karşısına adladık yandırırız. Sayğacınız var. Bəli. Qanunu karşısına. Get çay qarışığımızı da çək. Kimin adına sayğac? Mənim adım adı. Bunu öyrədən ayına bəri karşısına vururam. Kart bu peyda olandan bəri karşısına vururam. Bak o da oğlumun yeridir. İlkinin yeridir. Dekabrdan vaxtı tutarım. Onu artırmırlar. Verirler ayrı adama. Dekabrdan da bəri bir 20-10 dəfə telegramı vurdum. Məktub göndərdim. Məhəl qoymurlar. Burada onların qarşısına ot qoy. Otunuz var mı? Ha, orada ot görürəm. Pulla alıram. Ya 6 manat 7 manatdan alıram o pulu. Otu. Pulla alırsınız. Bəli, verirəm verirsiniz boyuna. Yerimə əkiblər. Suyunuz var mı? Yəni heyvanların sulanması üçün. Onunla toku da aralasalar mən onu nəylə suarım? Onunla Allah'ın dil bilməyən heyvandır. Bunu qırıram da mən onda. Yəni Hər tərəf, mənim 4 tərəfimdə enerjisi fermadır. kəsilsə, dəyərli izləyicilərimiz, bu heyvanlar deməli sudan qırılmalıdır da. Bəli. Başqa su yeri var mı? Yox, ayrı yeri yoxdur. O 4 tərəf fermadır. Hara gedə O bilər? sudan həm özünüz, həm də heyvanlar. Həm mən, həm də heyvanlar istifadə edir. İndi qabaqda yaya gəlir. Bu bir gün olmadı, qırıldı. Aldım məlumata görə Şənlik kəndindən. Vermirlər, yalandır. Qurban olub, yalandan o... Geçen sefer sen Yine çektin, yapıyorum. bağlam öldün yalandan diye şenlikten. Bax, Elə indi onu- bir dəqiqə, o yeri- üzr o istəyirəm. yeri söhbəti Bir dəqiqə. Əgər sizə şənlikdən yer verirlərsə, Yerel ona versinler. ora getməyə razısınız. Mən bir dəfə erməni mülkümə alıb, Elə Allah onu baxır iqbala gördü. verir. Bu mülkü hara qoyub gedim mən. Elə onu iqbala verəcəm. Yetmirsiniz. Yok. Onu versin İkbal'a Muhtar müəllim. Ben de öz yerimde oturmuşum. Niye ben yerimde Səbəb nədir ki? Bax, Bilmirəm. Fikrim yoxdur Yox, mən. bir dəqiqə üzr istəyirəm. Səbəb nədir ki? Vallahi- Orada yaşamırsınız, burada yaşayırsınız. Sebebi bu ki ben gelenden burada küme kurmuşum. Adamın kümesini dağıtmazlar. Artsam vurdumuşum. 5 baş aile yaşıyorum. Öyle benim evimi, kümemi dağıtınca onu ona verdim. Ben öz yerimde oturdum. Evet. Ben orada kardeşimin evinde oldum. Gelip çekiliş oluyor. Əbülfətin kətdə belə evi var. Töyləsi var. Eşitmedin danışanda. Evet. Şəraiti yaxşıdır. Ben çöldə yaşamam. Əbülfət kişi. Muhtar müəllim 2 pisliyin olan. Oğluna bir böyük toy elədi. Rayonda ən böyük toy elədi oğluna Muhtar müəllim. Ev aldım. Muhtar müəllim, oğla evi rayonuna nətər aldın? Mən ilanla qurbağı ilə dolana bilirəm burada. Sən bəy kimi oğla o villanı hardan aldın be? Bax, elə ona o sözlərə toxunmaq istəyirəm. Hə, mən- Bizə gəlib çatan məlumata görə, iddialara görə təbii ki, And bunun olsun vallahi, hazır işi bilmirəm nələr baş verir. Onu mütləq qeyd edim ki, sizin haqqınızda belə bir iddialar səslənildi ki, Əbülfət kişinin bir neçə yerlərdə, bir neçə ərazilərdə evləri var. Yalan. Eyni zamanda And olsun, qeyd etdilər yalan ki, deyil. Əbülfət kişi sələm işi ilə də məşğul. Yalan. Bu söhbətlərə son qoymaq üçün nə demək istəyirsiniz? Yalan deyir. Mən yalan. Onun əsası yoxdur. Yalan. Əgər bir fakt tapa, bir nəfəri deyək ki, bu bana sələm verib, onun faktı olar. Mən dolanbağa burada dolanırdım indiyə kimi, oyunla. Hətta bahadır, bəy kimi dolanla mən. O axmaq yollara mən getmirəm, mənim qanımda yoxdur o yollar. O Muhtar. Mən onun Muhtar müəllim bilir. Ona Onun Muhtar yanlarına müəllim bak. oğluna hardan aldığı evi, pulu. Bu aylıq alan adamdır. 70 yaşında kişi, 70 yaşında arvat, nəvəli, nəticəli. 40 Biz 40 ildir gəlmişik, çöllərdə qalmalıyıq. Sulum çəkmişəm, ilanla, qurbağı ilə. Nə bilim, biraz əlim, ayağım gəlsin, onun ələyəğinə baxsın, arvadının mənimdir. Zulum çəkmişəm. Niyə yalan danışıram saqqal vaxtında? Elə mənə şənlikdən yer verincə, mənim yerim. Yalan da o da Kim alıp vermir. verir ona versin. Yalan danışma deyin. Hamı ölende 2 metre yer aparacak. Yalan danışma. Yalan danışmak 70 yaşımız var. İndi 50 yaş yaşayan yoktu. O bize yaraşmıyor. And olsun. Siz Muhtar müəllimi görsəniz tanıyarsınız. Yani tanımıyorum. Məhdi etkin yetti pazardır. Məni soru şu yolun içinde Ağcabərdin zadlar delmişti. Meydimi bak o yolun içinde Allah bir yağış yağdı. Gittim xəstəxanaya. Yolun içinde uzandım yer ağlaşma düşə. Ürəyə getdi yıxıldı. Yəni üz-üzə gəlmisiniz də Yok, Muhtar? he, mədədi yetti pazar var. Köy pazara sat. Onda da pazar bağlıydı, açıq değildi. Bunun arxası kərpişdir. Kərpişdən tikilib. Sonra vətəndaş iddia edir ki, yəni söküb dağıldığına görə mən yenidən uçduğuna görə bu mişar daşlarından
istifadə eləmişəm. Zalamışam. Rədd ol sözün kimi deyirsən. De ne bileyim gelenler. Doğru değil, ondan ayla, o değil. Doğru elə olan da elə. Doğru. Yok, El adamlardan sanki doğru müəllim tərbiyəli olandı, qanaçarlı olandı. O söz inanmıram o söz işlədə. O benim 70 Muhtar yaşında müəllim, Muhtar müəllim, bəli, bəli. Özü mən də inanmıram Muxtar müəllim, amma siz O Allah'a, o gün haqqı. Benim oğlumun günahı nedir? Oğlumun günahı nedir ki onu da yerim vermir. Onu götürüp verir. Asker götür, 9 hektar yeri. Onun derdi nedir be? 16 ile giripti, mukavele bağlıyor. Dolu hakkım Ekimi var, gecelen bir aday ekspert getir, göre orada ekim var. Böğründe soğan ekimler, onu muhtar siz müəllim bilir. qanunsuz orada əkillər aparmısınız? Yok, yok. Siz nə, bax o sizə verilən müqavilə şərti ilə verilən torpaqları nə kimi istifadə eləmisiniz? 1 hektar arpa ekirdim her ili. Ekirəm her yıl, onda kanunda var. Ben ehmiyemiye, benim bir Yerdə qalanın heyvanları olsun. heyvanları orada yerim darlıq eləyir də hələ 21 hektar. Oğlumun da yeri var, oğlum da otarır. Yer təhlil eləyirsə, elə mənim bu yerimi götürən adama təhlil eləyir, oradan belə də. Mən burada bu tikilim var, ağılım var, o taxtaların biri 26-27 manatdır. Gör ne kadar taxta var burada, ne kadar gör durmaları gördün de gör ne kadar durma var, ne kadar burada benim mülküm var. Ben bunu hara koyup dedim, orada da hayatım, ömrüm geden baktım orada. Oradan ben kalsınlar. Allah kömək olsun, Allah dövlətimizi var eləsin, Allah şəhidlərimizə, rəhmət qazilərimizə uzun ömür, can sağlığı versin. Mən ümid edirəm ki, bu məsələ haqqında hüquqi müstəvidə qiymət veriləcək. Eyni zamanda qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Sağ olun, Allaha əmanət olun, özünüzdən müğayət olun. İnşallah növbəti videolarımızda görüşənədək. Kanal 21 olaraq Ağcabədi rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir. Muxtar Bağırov, Ağcabədi rayon icra başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini açıqlamasında qeyd edib ki, vətəndaşın torpaq sahəsi ilə bağlı müqaviləsinin müddəti 2019-cu ildə başa çatıb. Onun sözlərinə görə müqavilənin yenilənməsi üçün vətəndaş 4 il keçdikdən sonra müraciət edib. Lakin yenidən müqavilə bağlanması mümkün olmayıb deyə Muxtar Bağırov öz açıqlamasında bildirib. Sonda Kanal 21 olaraq onu da bildirək ki, kanal olaraq ictimailəşdirmə bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.